Paytaxtda baş tutan möhtəşəm konsert proqramını izləyən şəhər sakinləri öz təəssüratlarını ASTV xəbərlə bölüşüblər. Vətəni dar göründə onun dadına çatdı. Üç rəngli bayrağını zirvələrə ucatdı. Yurdumuzun üstündən qovdun qara kölgəni, məhv olmaqdan qovdun, xilas etdin ölkəni. Bugünkü tədbir çox gözəl idi və mən çox əyləndim. Hamınızı buradan salamlayıram. Xalqımızın sevinci bu adamı heyrətləndirir. Həqiqətən də xalqımız bu günə sevinir. Çox gözəl milli vətənpərvərlik ab-havası var. Biz burada qazilərimizi, uşaqdan böyüyə bütün yaş qruplarını görürük. Bu da Azərbaycançılığın, həmçinin Heydər Əliyevə olan hörmətin əlamətidir. Bütün xalqımı, millətimi təbrik edirəm. O elə bir insan idi ki, o əvvələt dövlətini, millətini, xalqını sevən, dəyər verən bir şəxs idi. Ona görə onu tək mən yox, bütün onu tanıyanlar sevir. Çox gözəl ab-havadır, çox gözəl əhval-ruhiyyəsi var şəhər sakinlərinin və mən də bir Bakı sakini kimi bugün şəhərimizdə təşkil olmuş bu konsert proqramını izləməyə gəldim. İnsanlarda gözəl bayram əhval-ruhiyyəsi var. Hamı sevinir, hamı şad olur. Nefsalar rayonundan gəlmişəm tədbiri izləməyə. İstədim ki, canlı izləyim bu möhtəşəm konserti. Düz başlayandan buradayam, sevərək izləyirəm. Hər kəs çox məmnuniyyətlə, çox hamı şəndir, gülür, əylənir, gəlir. Mən də özümlə çox zövq aldım. Yaşasın Azərbaycan. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxtın bir sıra ərazilərində konsert proqramları təşkil edilib. Ətraflı növbəti sujetdə. Yasamal rayonunda yerləşən Mərkəzi Parkda Ulu Öndər Heydər Əliyevə əsr olunan konsertdə vətənpərvərlik ruhunda mahnılar ifa olundu. Tədbir böyükdən kiçiyə hər kəsin marağına səbəb oldu. Hansı hisslər keçirsən, təəssüratların? Mənim üçün çox maraqlı oldu, dostlarım üçün də. Biz çox əyləndik, mənim üçün, uşaqlar üçün də çox maraqlı oldu. Konserti möhtəşəm keçir, insanların zövqünü, ürəyindən. Öz müəllim kollektivimizlə gəlmişik. Hal-hazırda çox sevinç hissləri keçiririk. Tədbirimiz çox maraqlı keçir, əsl bayram əhval-ruhiyyəsidir. Xətai rayonunda da Ulu Öndərin xatirəsinə həsr olunan konsert proqramı keçirildi. Nəinki Azərbaycan, bütün dünya Azərbaycanları bu günü qeyd edirlər. Tərbiyə etdiyimiz şagirdlərimizin hər birisinə bu yolu, bu günü biz uğurlu addımlamağı arzulayırıq. Heç vaxt Ulu Öndərimizi Azərbaycan xalqı unutmayacaq. Azərbaycan xalqının qəlbində Ulu Öndərimiz elə bir yuva salmışdır ki, heç vaxt unutulan deyil. Əsrlər dəyişəcək, nəsillər dəyişəcək, Ulu Öndər dəyişilməz qalacaq. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi Bakının Nizami rayonunda da qeyd edildi. Heydər Əliyev Park bulvarında təşkil olunan konsertdə incəsənət nümayəndələri müxtəlif mahnılar ifa etdilər. Konsert ateşfəşanlıqla yekunlaşdı. Günay Sevinç, Niftullah Məmmədli, Rüstəm Mikayılzadə, Qəhrəman Məmmədov, Kamran İsayev, Allahverdi Məmmədov, Rauf Məmmədov, ASTV xəbər.